Hamınıza salam əziz izləyicilər. Bugün sizlərlə birlikdə Azərbaycanın fiziki biliklərindən danışacağam. Bugünkü mövzumuz Böyük Qafqaz və palçıq vulkanları olacaq. İlk olaraq Böyük Qafqaz mövzusundan danışsaq, Böyük Qafqazı əhatə edən dövlətlər Rusiya, Gürcüstan və Azərbaycandır. Həmçinin Böyük Qafqazın özünün ən hündür zirvəsi Elbrusdur. 5642 metrdir. Lakin bu Rusiyada yerləşir və o sönmüş vulkan kimi də tanınır. Həmçinin Azərbaycanın ən hündür zirvəsi olan Bazar düzü 4466 metrdə burada yerləşir. Böyük Qafqazda yerləşir. Böyük Qafqazın ərazisinə daxil olan çaylar isə Qudyal çay, Vəlvələ çay, Göyçay, Ağsu çay və Samur çayı misal göstərə bilərik. Həmçinin Böyük Qafqazı əhatə edən rayonlar Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Şamaxı, İsmayıllı, Göyçay, Ağsu, Ağsu'nun bir hissəsi daha doğrusu, Qəbələ, Oğuz, Şəki, Qax, Balakən və Zaqatala bölgələri də həmçinin Böyük Qafqaza aiddir. Palçıq vulkanlarından danışsaq, dünyada ən çox palçıq vulkanı olan ölkədir Azərbaycan. Yəni bu məsələdə liderdir. Ölkədə 300-dən çox palçıq vulkanı fəaliyyət göstərir. Palçıq vulkan dedikdə vulkandan lava püskürmür, palçıq püskürür və bəzən də kiçik alovlanma baş verir. Həmçinin palçıq vulkanının ən çox yerləşdiyi ərazilər Qobustan, Şamax ətrafı, Xəzər dənizinin adaları və dibi və Abşerondur. Palçıq vulkanından əsasən metan qazı ayrılır və Azərbaycanın ən böyük gəlir mənbəyi də burada yerləşir. Palçıq vulkanlarına da palçıq vulkanlarına misal göstərsək, Torağay, Bozdağ və Ayrantökəni misal göstərə bilərik. Bugünkü videomuz bu qədər idi. Sağ olun, özünüzə yaxşı baxın, salamat qalın.